İndi sizə mən bir güzgü verirəm hamımıza, özümüzə. Baxaq özümüzə İmam Rızanın bu hədisinin güzgüsündəki. Biz həmin o İmam Rızanın arzuladığı mümini ki, ağıl sahibi olan müminləri ya yox. 10 dənə bir xüsusiyyəti var, ağıllı müminin. La yetimmu aqlu imri'in muslimin hatta tekuna fihi aşru xisal. Buyurur ki, mümin bir adamın ağlı kamil olmaz. Ağlı kamil olmaz. Ağıllı olmaz bir mümin. O vaxta qədər ki, onda 10 xüsusiyyət olmasın. Yəni, bir adamda 10 xüsusiyyət olmasa bir mümində, onun ağlını kamil hesab eləmə. Demə, bu ağıllı adamdır. İndi sizə mən bir güzgü verirəm hamımıza, özümüzə. Baxaq özümüzə İmam Rızanın bu hədisinin güzgüsündəki. Biz həmin o İmam Rızanın arzuladığı mümini ki, ağıl sahibi olan müminləri ya yox. 10 dənə bir xüsusiyyəti var, ağıllı müminin. Bu 10 xüsusiyyət olmasa ağlını kamil saymaq olmaz. 1. El-xeyru minhum mə'mul və şərru minhum mə'mun. 1-2. Buyurur ki, xalq ondan xeyir gözləntisindədir. Yəni, ondan ancaq xeyir gözləyirlər. Və xalq onun şərrindən amandadır. Oturub oyla danışırsan, çıxanda arxayınsan ki, qeybəti eləməyəcək. Gözləmirsən ki, bu sənə ziyan vuracaq. Ancaq xeyir gözləntisindəsən. Deyirsən, bundan mənə ziyan gəlməz. O mümin budur, ağıllı mümin. İndi beləyik biz, məsələn, cəmaat bizim dilimizdən qorxur. Deyir, kim görür, görsün, müminlər görməsin, abrımı aparacaqlar. Elədir də. Bizim dinimiz deyir ki, axşam birini günah eləyəndə gördün, səhər açıldı, salam verəndə dinən bu tövbə eləyib bağışlanıb. İkinci söz yoxdur, vəssalam. Biz isə eləmədiyini yapışdırırıq. Biz isə eləmədiyini nisbət veririk. Cəmaat deyir ki, gördü məni, biabırçılıq olacaq. Ehtimal əsasında mühakimə yürüdürük. İnsanları ittiham edirik. Amma müminin nümunəsi ağıllı adam budur ki, ağıllı mümin. Ham ondan xeyir gözləyir və bilir ki, ondan heç vaxt mənə ziyan toxunmaz. Biri günah üstündə olanda, o gələndə deyir, arxayla, o ağzına su alacaq, mümkün deyil danışsın. O sir kimi ölənəcən saxlayacaq. Bu belə yanaşır. 2 xüsusiyyət. Üçüncüsü budur ki, yəstəksiru qəliləl xeyri min qeyri. Ona xırda yaxşılıq eləyənin yaxşılığını böyüdür. Kiçik yaxşılığı böyüdür. Deyir, filan kəs mənim boynumda haqq qoyub, mənə bir yaxşı iş, amma biz eləmirik. Biz 50 dənə yaxşılıq eləyən, bir dənə pislik eləyəndə 50-sinə xət çəkirik. Amma deyir, yox, bir nəfər bir dənə kiçik yaxşılıq eləsə, ölənəcən yaddan çıxarmır. Oturur, durur, deyir, onun mənə yaxşılığı deyib. Nə olar bir oturanda deyib, filan kəs mənə filan vaxtı bir yaxşılıq elədi. Bir alim mənə danışırdı, özü danışırdı. Deyirdi ki, bir nəfər ruhani var idi, ruhani özü danışırdı bunu. Şahidlərimiz də var. Deyirdi ki, bir ruhani var idi, mənim barəmdə pis danışırdı hər yerdə. Hara çatırdı mənim barədə, danışırdı, söz qalmırdı, danışmasın. Mən də əvəzində heç nə demirdim. Deyirdilər, filan kəs filan şey deyib sənin barəndə. Deyirəm, Allah kömək olsun, Allah aqibətimizi xeyir eləsin. Bir kəlmə deyir onun əleyhinə, mən heç nə danışmırdım. Deyir, axırda dedilər ki, bu qədər olmaz da, bu gecə gündüz sənin əleyhivə çalışırsan, heç nə. Ancaq buna elə yaxşı söz deyirsən. Deyir, dedim ki, 2 haqqı var boynumda, heç vaxt unutmaram. Bir, mən mədrəsəyə deyir, məni gətirəndə, mən cavan idim, o oxuyurdu. Bir otağa düşdü, 5 dəqiqə məni moizə elədi, yəni başa saldı ki, burada belə elə, elə. Bu 5 dəqiqə mənə biraz nəsihət elədi. İkincisi də anamı qəbrə qoyanda, anamı dəfn eləyəndə, anamın qəbrinin üstə Həzrət Zəhra rozası oxudu. Bu 2 şey ölənəcəm mənim bəsimdir. Neynəsə də cavab verən deyiləm. Neynəsə də. Başqasının az yaxşılığını böyüdəsən, şirdəsən ki, axı mənə borclu deyil. Adam var elə bilir, hamı ona borc deyir, eləməlidir də. Heç kəsə eləməli də Allah tərəfdən ola bilər. Ona Allah deyə bilər, sən eləməliydin. Sənə dəxli yoxdur. Eləməliydinin sənə aidiyyəti yoxdur.
Sənə biri yaxşılıq eləyibsə, lap vəzifəsidirsə, o Allah ona deyə bilər sənin vəzifəndir. Sən kiməsə özün barədə vəzifə qoya bilməzsən. Vəzifə təyin edə bilməzsən. Kiçik bir yaxşılıq deyə gördüsə, onu böyüdür. Ağıllı möminin əlamətləri də yadda saxlayın. Və yəstəqillu kəsirəl xeyri min nəfsi. Özü elədiyi böyük işlər isə kiçildir. Deyir, neynəmişəm ki? Adam var, birinə bir yaxşılıq eləyib böyüdür. Toyda deyir, yasda deyir ki, mən ona o vaxtı falan eləmişdim. Adam da var, böyük yaxşılıq eləyir, onu kiçildir, deyir, neynəmişəm ki? Əlimdən gəlib eləmişəm. Nə böyük görmüşəm. Siz Allah baxın, adamlar belə olsa nə gözəl olardı. Bu, imamlarımızın hədisində olduğu kimi. Ondan sonra buyurur ki, la yəs'əmu min tələbil həvaici iləyh. Deyir ki, ona cəmaatın ehtiyacı olur da, elə. Görsən, işi düşür cəmaatın, yorulmur, narahat olmur. Deyir, yenə gəldi, bəziləri var. Belə demir. Gücü çatır, kömək eləyir, çatmır, şükür eləyir ki, Allah, nə yaxşı ki, məni hacətlər qapısı eləmirsən. Hacətlər qapısı olmaq Əbəlfəz ağanın xüsusiyyətidir də. Ondan bir zərrəsini mənə vermirsən. Mən bunu keçmişdə də demişəm. Bəzi dostlarımız var, mənim özümün. Həmişə bir iş çıxanda, problem çıxanda birinci onlar yadıma düşür. Çünki buna demək olar. Bu xoşbəxt adamlardır. O adamlar ki, dərdlilər, hacəti olanlar, çətinliyi olanlar, birinci onları xatırlayır ki, gedim ona deyim, ya gücü çatar eləyər, eləməsə də məni rüsva eləməz, dua eləyər. Bu insanlar xoşbəxt adamlardır. Adam var, heç vaxt yadına düşmür. Milyonu var əlində, heç kəsin yadına düşmür. Deyir ki, əşi, heç onun qapısına gediləsi deyil. Adam da var, yox. İnsanlar hacəti üçün onun qapısına gedir və imam buyurur ki, bu da bundan yorulmur. Yorulmur ki, əşirət eləyir, falan, belə yorulmur. Ya gücü çatır, eləyir, ya da ki, eləyə bilməsə də eləyəmir, amma yorulmur. Allaha şükür eləyir, çünki neymətdir. Cəmaatın bizə olan ehtiyacı neymətdir. Mən eşitmişəm Abdullah ibn Cəfər, Həzrət Zeynəbin həyat yoldaşı, Cəfər Təyyarın oğlu. Deyir ki, varlı adam idi, qapısına gələnə əli boş qaytarmırdı. Axırda biraz maddi sıxıntıya düşdü. Allah dedi ki, mənim ömrümüz sona çatdı. Çünki cəmaat öyrəşib gələ əli boş qayıtmaya. Mən belə özümə görə yox. İstəmirəm də bu qapıya gəliblər, həmişə köməklə qayıdıblar. İstəmirəm ki, əli boş qayıtsınlar. Yəni, hətta ölümə qədər razıdır ki, bu ümid aradan getməsin. Bu böyüklərin xüsusiyyətidir. Ondan sonra buyurur ki, وَلَا يَمُلُّ مِنْ تَلَبِ الْعِلِمْ تُولَ دَهْرِهِ. Deyir, elm öyrənməkdən ömrünün sonuna qədər yorulmur. Öyrənməkdən yorulmur. Mən demişəm də sizə bir alim idi, can verirdi. Biri də gəlmişdi başının üstünə. Can verir, ikisi də alimdir. Bu can verən son nəfəsləridir. Son nəfəsləridir. Deyir, ondan soruşdu, məsələ soruşdu. Bu da cavab verdi ona. Dedi ki, bu hayda, bu huyda can verirsən, ölürsən, bunu neyirsən indi məndən soruşub. Deyir, mənə dedi ki, bilib ölsəm yaxşıdır, bilməyib ölsəm. Dedim ki, hər halda bilib ölsəm. Deyir, ona görə də bir dənə də artıq şey bilim. Deyir, mən cavab verdim, çıxdım qapıdan həyətə, həyət qapısından çıxanda ağlaşma səsi gəldi, bildim dünyasını dəyişib. Bax, belə elm hərisi ola adam, elm aşıqı ola, öyrənməyə çalışa. Beşikdən qəbrə qədər sözün əsl mənasında Peyğəmbər buyurur. Belə elmə bu qədər təkid eləyən dinin ardıcılını cahil görəndə, nadan görəndə adam heyfslənir ki, heyf bu dindən belə müsəlmana. Heyf bu dindən qarpuzun üstündə deyir Allah yazılıb, Allahu Əkbər, qarpuzda Allah tapıblar. İşini, gücünü və belə-belə şeylərə başını qatıb, cəmaat nə işlərlə məşğuldur, bu belə-belə şeylərin avara qalıb. Bəyəm dünyanın hər yerində, hara baxsın elə Allah yazılmayıb. Allah'a gərək o, kimlərsə də ələ salır, onu düzəldir elə Allah yazısı ilə qəlblərdə. Müsəlmanda başını qatın belə-belə şeylərlə. Nadanlıq, cahillik, Peyğəmbərin narahatçılığı idi. Deyirdi ki, ümmətim üçün mal yoxsulluğundan yox, fikir yoxsulluğundan qorxuram. Nigaran getdi ki, ümmətim fikir yoxsulluğuna düçar olacaq. Nadanlığa, cahilliyə düçar olacaq. Bu da həmişə dinin böyük bir bəlasıdır. Ondan sonra buyurur ki, Əl-fəqru fillah əhəbbu ileyhi minəl-ğina. Deyir, Allah yolunda fəqir olmaq onun üçün zəngin olmaqdan daha sevimlidir.
Burada bir qeyd edeyim ki, insan fəqir olmağa can atmamalıdır, qətiyyən. Kim sizə bunu desə din adından inanmayın. Din bizə demir kasıb olun. Din bizə deyir zəngin olun, varlı olun, var dövlət sahibi olun, gözü tox olun. Az miqdarını özünüzə götürün, qalanlarını başqalarına verin, bəxş eləyin. Deyir, əməl eləyən olmasa da deyir də hər halda. Deyir ki, belə olun. Qazanın, nə qədər çox qazanırsınız, qazanın, amma başqaları üçün. Amma bəzən olur ki, Allah üçün fəqir olmalısan. Yəni, elə bir şəraitdir ki, zəngin olsan, zənginlik Allah istəyən yolla olmur. Bu situasiya üçün deyir. Zənginlik halal yolla, Allah istəyən yolla olmursa, deyir, bunun üçün fəqirlik daha yaxşıdır, nəinki batıl yollarla zəngin olsun. Bu da belə. Ondan sonra buyurur ki, "Əz-zullu fillah əhabbu ileyhi minəl-izzi fi aduvvih." Deyir ki, Allah yolunda zillət çəkmək Allahın düşməninin yanında əziz olmaqdan daha sevimlidir onun üçün. Allahın düşmənlərinin yanında əziz olmaq psixoloji bir xəstəlikdir. Quran da ona işarə edir. Bəzi adam var ki, xoşlayır düşmən onu tərifləsin. Bu bir psixoloji çatışmazlıqdır insanda. Düşmənin təbəssümünə allanmaq nifaq əlamətidir, münafiqlik əlamətidir. Düşmən yanında əziz olmaqdansa deyir, zəlil olmaq. Zəlil yəni burada yəni sadə yaşayıb, amma düşmənlərin yanında hörmətli olmağa can atmır. Bu da bir xüsusiyyət. Bitiririk və 9-cu budur ki, "Vəl-xumul əşha ileyhi minəş-şöhrə." Deyir, adsansız yaşamaq, tanınmamış yaşamaq onun üçün şan-şöhrətdən daha üstündür. Xoş o kəslərin halına ki, qərib gəldilər dünyaya, qərib getdilər, qiyamətdə Allah göstərəndə tanınacaqlar. Xoş onların halına. Şan-şöhrətdən qaçdılar, heç kəs tanımadı, Allah tanıdı. Hədisdə var ki, Əbu Zəri göy əhli yer əhlindən daha yaxşı tanıyır. Əbu Zər düzdü, sürgündə tənha can verdi. Cənazəsində heç kəs iştirak eləmədi. Mən bir İmam Zaman aşiqindən oxumuşdum ki, 4 dənə hambalın çiynində getdi qəbrə. 4 dənə hambalın, özü də hambal idi. Amma fəzilətli bir insan idi. Ondan sonra bir alim vəsiyyət elədi ki, tanıdı onu sonra da, deyir, bazarda elə yük daşıyırdı. Sən demə İmam Zamanın əziz adamıdır. Alim vəsiyyət elədi ki, mən o hambalın ayağının altında bastırın. İzzət elə dünyada Allah verdi. Xoş o adamın alına ki, tanınmayıb. Adam var, özünü soxur qabağa ki, mən məşhur olum, rəqabətdə çıxır. Adam da var, bəzən vəzifəsi bu olur ki, tanıtdırsın özünü. Amma heç bir könlü yoxdur buna. Bu da 9 və axırıncısı budur. Summə qal, 9-u sayandan sonra, deyir, summə qal, sonra dedi, əl-aşirə və məl-aşirə. İmam belə dedi. Dedi, amma 10-cu, nədir 10-cu? Yəni, diqqəti çəkdi. 9-u saydı, dedi, amma 10-cu, nədir 10-cu? Qilə ləhu mahiyə. Dedilər ki, yəbnə Rəsulullah, nədir o 10-cu ki, burada diyandın? Nədir 10-cu? Buyurdu ki, qalə la yərə əhədən illa qal, huvə xeyrun minni və ətqa. Deyir, gördüyü hər bir insana baxır, deyir, o məndən daha üstün və daha təqvalıdır. Bu 10-cu. Yəni, bunu ayrıca vurğuladı. Hər bir gördüyü adamı təsəvvür edin, hər bir gördüyü adama baxır, deyir, bu məndən üstündür, bu məndən daha təqvalıdır. Əgər cavandısa, məndən az günah eləyib. Əgər yaşlıdırsa, məndən çox ibadət eləyib. Amma baxıram, nə ibadət eləyib, günahlar da eləyir, amma mən o günahları eləmirəm, mən namaz qılıram, o qılmır, mən içki içmirəm, o içir. Onda mən ondan üstün oluram. Onda da deyir ki, bunun eyibləri aşkardır, üzdədir, görünür. Mənim içimdə nələr var ki, Allaha bəllidir. İçki içmək ondan daha yaxşı işdir bəlkə. Mənim içimdən ki, mən bəzən özüm də xəbərsizəm. Odur ki, gördüyü hər bir adamı özündən üstün və təqvalı hesab edir. Bu 10 xüsusiyyət İmam Rıza Aleyhisselamın mömin haqqında olan tərifidir, ağıllı mömin. Bu sizə mənim bayram hədiyyəm olsun. İmam Rızanın öz hədiyyəsidir, öz sözüdür. Allah bu sözlərə əməl eləməyə bizi müvəffəq eləsin inşallah.